Mən heç vaxt insanları millətinə, yaşına və cinsinə görə ayırmıram. Məncə insanları iki qrupa bölmək olar. Bu həyatda niyə yaşadığını bilənlər və bilməyənlər. Onun haqqında ilk dəfə eşidəndə düşündüm ki, görəsən onu sizinlə tanış edim ya yox. Amma elə ilk söhbətimizdəcə adı bir insanın daxilindəki qeyri-adiliyi gördüm və bu mənim diqqətimi çəkdi. Gəlin, lap əvvəldən başlayaq. Abbasov Abbas, Ağaxan oğlu. Yəni, qəhrəmanım. Lənkəran rayonu Liman şəhərində 1945-ci il martın 3-də dəmiryolçu ailəsində doğulub. Lənkəran xanlarından birinin, Qaraxan kimi tanınan Cəmaləddin xanın nəslindəndir. Dediyinə görə. Mirabbas təbiətə, quşlara, heyvanlara sevgisini də zadəganlığı ilə izah edir. O, 1968-ci ildə Bakı balıqçılıq texnikumunu bitirərək təyinatla Volqograd şəhərinə gedir və orada işləməyə başlayır. Sonradan 1985-ci ildə Sankt-Peterburq Meşə Təsərrüfatı Texnikumuna daxil olur. 1989-cu ildə isə Sankt-Peterburqun Meşə Texnika Akademiyasının Meşə Bağ Təsərrüfatı Fakültəsində təhsilini davam etdirir və akademiyanı bitirib 1995-ci ildə vətənə dönür. Şirvan Milli Parkında işləməyə başlayır. 2008-ci ildə isə Qızılağac Dövlət Qoruğunda inspektor vəzifəsində çalışmağa başlayır. Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda quşların artırılması və köçəri quşların miqrasiyası mövzusunda elmi iş müdafiə etmək arzusunda olsa da, Mirabbasın öz sözü ilə desə, indi belə məsələlər heç kimə lazım deyil qərarına gəlir və müdafiəsini yarımçıq saxlayır. Mirabbasla filmin hazırlıq prosesində dəfələrlə söhbət etdik. Rus dilində təhsil aldığı üçün Rusca düşünüb Azərbaycanca danışır, bu da suallarımı cavablayarkən problemlər yaradırdı. Çünki Abbas Rus dilində məktəb qurtarıb, indi hal-hazırda ədəbiyyatlarımız yəni Latın dilində çıxıb, az da olsa quşların Rus dilində hamısının adını bilir əzbər. Amma Azərbaycan dilimizdə, öz ədəbiyyatımızda demək olar ki, çaşır, hərdən adını tapa bilmir. Rus dilində deyir, Latın da deyir, amma bizim Azərbaycan dilimizdə bəzi vaxtı tapa bilmir. Müsahibə vaxtı o suallarıma çox səmimi cavablar verirdi. Demə, ən böyük arzusu işlərinin insanlar tərəfindən qiymətləndirilməsi və unudulmamasıdır. Mən Allahdan bir ömür istəyirəm ki, mənim arzularım yerinə satsın. Ömrümün çoxu gedib azı qalıb. Ona görə mən çox fikir eləyirəm ki, ay Allah, bu mən öz fikrimi axıra qədər tam eləyə biləcəm ya yox. Abbas öz işinin peşəkarı olduğu üçün bir çox xarici ölkələrdə, müxtəlif seminarlarda, konferanslarda və digər rəsmi tədbirlərdə iştirak edib. İspaniya, Çexiya, Polşa, Rumıniya, Kanada, Avstraliya, Latviya, Litva, Rusiya, İran, Səudi Ərəbistanı, Finlandiya onun xatırlaya bildiyi ölkələrdəndir. Məsələn, bizdə ədəb, ərkan, böyük, kiçik sayanlar var. Qonaqpərəsti bizim ölkədə çox qonaqpərəstdirlər.
Amma başqa ölkədə ki, əyləşdin, yedin, elədin. Məsələn, Polşada mən oldum. Sən söz verdin, əməl eləyirsən. Amma onlar söz verir, gedəndən sonra, ya sən gedəndən sonra o yaddan çıxır. Filmdə onu tanıyan insanları danışdırmaq istədim. Mir Abbas həyatının çox hissəsini xarici ölkələrdə keçirdiyi üçün doğma Liman şəhərində onu çox adam tanımır. Tanıyanlar da onu evində dünyanın dörd bir tərəfindən gətirdiyi maraqlı quşları bəsləyən, yaralı quşları müalicə edən, artırıb təbiətə buraxan, təbiəti sevən, qeyri-adi bir adam kimi tanıyırlar. Onun həyətində nətər deyərlər də müxtəlif cürə quşlar, hansı ki Azərbaycanda bəlkə də qırmızı kitabda diyorlar. Bu yaxınlarda dedim, nəvələrimlə getdim meymuna baxmaq adı ilə. Meymun gətirmişdim. Meymuna baxmaq adı ilə orada gördüm nə qədər quşlar vardı. O toğların cücələrindən məsələn bizdə belə bir şey yox idi. Belə xüsusi görkəmdə olan cücələr idi, başında papılı vardı və ilaxırı. Ondan mənim nəvələrimə bağışladı. Mir Abbas yerli mühitə öyrəşməyə çalışır, xeyir şərdə iştirak edib, ağsaqqallarla ünsiyyətə can atır. Mən Rusiyadan gələndə bilmirdim, hüzür yerinə necə gedərlər, toya necə gedərlər, toyda nə deyərlər, hüzür yerində nə deyərlər. Mən buraya gəldim, qoşuldum, ağsaqqallarla başladım gəzməyə. Onlardan çox böyük, onlara minnətləram. Onlardan çox şeylər öyrəndim. Əvvəli Abbas bu quş saxladığına görə biz hamımız həvəskar kimi, yerli kimi ora gedirik, oradan tanışıq. İkincisi də insanın özündən asılıdır. Deyir, böyüklə oturarsan, yaxşı şey öyrənərsən, kiçiklə oturarsan, biraz narahatlıq olur. Beləncə idi, Abbas da bu yolu seçib. Abbas hələ bu cürə dostluqla, bu cürə insaniyyətli ilə getsə əvvəldən axıracan daha yaxşı olur. Mir Abbasın əslində çox adi bir həyatı var. Amma bu adiliyin içindəki qeyri-adilik məni cəlb etdi. Qəhrəmanım hər gün səhər saat 6-da yuxudan oyanır. İlk gördüyü iş quşlara baş çəkmək, onlara yem, su verməkdir. Qəhrəmanımın həyatında ölkədə və dünyada nadir olan 150-dən çox quş növü, o cümlədən qırmızı kitaba düşmüş talış qırqovulu, mərmər gərəv, mandarinka, karalinka, sultan toyuğu, Sviana qırqovulu, Mekkada qırqovulu, Nepal qırqovulu kimi nadir quş növləri var. Mir Abbas bu quşlara qulluq edib saxlamaqla yanaşı, evindəki inkubatorda onların artırılması ilə də məşğuldur. Abbasın təbiətə sevgisi uşaqlıqdan başlayıb. Onunla məktəb yoldaşı, hal-hazırda Liman şəhərində biologiyadan dərs deyən Rafiq müəllimlə danışdım. O qəhrəmanım haqqında bunları dedi. Uşaqlıqdan təbiət sevən uşaq olub. Məktəbə xırda sürünən, qurbağa və digər quş balaları və s. gətirib. Sinifdə olan qızlara da bir qorxularını arabir. Biz də əvvəl qorxadıq, sonra səmimiləşdik, yaxınlaşdıq bir-birimizə. Və bu səmimilik, bu istilik getdikcə artırdıq aramızda. Abbasın yadda qalan cəhətləri çoxdur. Bizim 12 uşaq olub ailədə. Çox çətin yaşamışıq. Üçümüz, dördümüz bir yorğan döşəkdə yatmışıq.
Bugün cəmiyyətdə insanların əksəriyyəti öz şəxsi gəlirini artırmaq, şəxsi həyat səviyyələrini yaxşılaşdırmaq barəsində düşünür. Qəhrəmanım isə gündən-günə artan təbii fəlakətlərdən, təbiətin insan tərəfindən amansız şəkildə məhv edilməsindən, ağacların qırılmasından narahatdır. O öz həyətində nadir quşları toplayıb artırır. Bağında ağaclara qulluq edir. Cəmiyyət öz gördükləri işləri haqqında danışaraq sanki bizə nümunə göstərir. Bununla sanki mən flora və faunaya qarşı vəhşi münasibətə qarşıyam demək istəyir. Tək başına, cəsarətlə, inadkarlıqla öz yolundan dönmür. Mir Abbasın təbiətdəki proseslər haqqında öz düşüncələri var. Mən Abbasla söhbət edə-edə onun adiliyi içərisindəki qeyri-adiliyini yavaş-yavaş dərk etməyə başlayıram. Bəlkə də başqaları üçün onun düşüncələri, əməlləri gülməli və çox bəsit görünə bilərdi. Mənim üçünsə Abbas qeyri-adi bir insandır. Onunla tanışdığım dərinləşdikcə isə bu münasibətim yox oldu və adiliklə əvəzləndi. Bu məqama hamınızın diqqətini çəkmək istəyirəm. Abbas adiləşmirdi. Onun qeyri-adiliyi adiləşirdi. Abbasın mənimlə söhbətlərinə ən çox yadımda qalan qeyri-adi fikirlər bunlar oldu. Mən heyvanlarla yaxın tanış olduqdan sonra belə qənaətə gəldim ki, heyvanlarla insanlar arasında həddindən artıq çox oxşarlıqlar var. Əsasən də birgə yaşayış qaydalarında. Mən hərdən öz həyatıma nəzər salanda düşünürəm ki, köçəri quşların miqrasiyası olduğu kimi mən də vaxtıyla miqrasiya eləmişəm. İndi mənə desələr ki, nəyin peşmançılığını çəkirsən? Deyərdim ki, elimdən gərək bərk-bərk yapışaydım. Mir Abbasın nitqi qeyri-səlis olsa da, mən onunla bir müddət ünsiyyətdə olduqdan sonra fikirlərini daha yaxşı başa düşürdüm. Onun fikrincə, bütün valideynlər öz uşaqlarına təbiəti, quşları, heyvanları sevdirməlidirlər. Əgər uşaqlar təbiəti sevsələr, kriminaldan, cinayət, narkotiklərdən, eləcə də digər zərərli vərdişlərdən uzaq olacaqlar. Hansı ki uşaq heyvanla məşğul oldu, o uşaq heç vaxtı dava eləməz. Birin vurmaz, başqası ilə dava eləyəndə o çalışar ki, qoymasın onları dava eləsin. Ay mənim dostum da o dava eləyir, gedim kömək eləyim. Heyvanla məşğul olan heç vaxtı uşaq qoymaz ki, təbiəti bəli, sevən heç vaxtı qoymaz. İstəməz qarışqanı tapdalasın. Qəhrəmanımın ən böyük arzusu yaşadığı Lənkəran rayonunda zoopark açmaqdır. Mənim arzum bir dənə o idi ki, zooparkı tikib qutarım. Ondan sonra mənim heykəlim də orada olar ki, həqiqətən Lənkəranda belə bir zoopark qurublar. Xaricdə çoxlu dostları olduğundan ora qısa bir müddətə çox nadir və maraqlı heyvanlar toplaya biləcəyinə əmindir. Mir Abbas saf və təmiz niyyəti ilə gələcəyə ümidlə baxır. Amma təbiət qanunlarından fərqli olaraq cəmiyyət qanunları daha sərtdir. Cəmiyyət yaranışdan bugünə qədər təbiətdən alıb, alır və alacaq. Bununla belə heç vaxt heç nə qaytarmayıb, qaytarmır və qaytarmayacaq da. Qəhrəmanın bu aksiomanı qəbul etmir. İnsan, Allah ona şuur verib, beyin verib. O fikirləşməlidir ki, hər bir şeyi gözə görəcəyini insan görür. Hər birimiz 10 dənə ağac əksə, 10 dənə gül ağac əksə, böyük bir şeydir. Mən elə şeylə fəxr edirəm. Həm təbiətin gözəl. Bilirsiniz, biz nəfəs aldığımız oksigen deyil, oksigenin onun 60%-ni dəniz hazırlayır. Külək ləpə olur, şar əmələ gəlir, şarın içində havadır, qalxır göyə partlayır. Onun 40%-ni də bitkilər eləyir.
Məsələn, Quranda var ki, qızıl gülün iynəməyinə salavat çəkməlisən. Bunların səbəbləri var da. Mən ona görə fəxr eləyərəm ki, o mənə oxşasınlar bir 10 dənə ağac əksinlər. Və Şirvan qoruğunda ceyranı ilişmişdi, yolğun ağacına cırılmışdı. Onu açdıq, onun ürəyi elə döyünürdü. Gözündən də yaş gəlirdi insan yaşı kimi. O düşünür ki, hərə bir ağac əksə, bu bəlkə də əsrlər boyu etdiklərimizin müqabilində təbiəti qismən də olsa razı sala bilər. Qəhrəmanımın dediklərində böyük həqiqətlər var. Bir zamanlar Lənkəran zonası ən çox yaşıllaşdırılan zona sayılırdı. Amma Sovetlər Birliyi dağıldıqdan sonraki ilk illərdə xaos hər yeri və hər sahəni bürüdü. İstilik sisteminin iflası meşələrin kütləvi şəkildə qırılmasına səbəb oldu. Qəhrəmanımın qəlbi bugün nisbətən sakitdir. Çünki vəziyyət əvvəlki illərlə müqayisədə qat-qat yaxşılaşıb. Yəni bugün insanlar tərəfindən təbiətə qarşı kütləvi təcavüzlər azalıb. Lənkəran rayonu inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılıb. Rayonun ərazisi 1539 kvadrat kilometrdir. Onun 66.700 hektarını quru sahə təşkil edir. Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd var. Rayonda müalicəvi əhəmiyyətli termal və mineral su mənbələri mövcuddur ki, həmin sulardan müalicə məqsədi ilə istifadə olunur. Lənkəran rayon ərazisində 22.067 hektar təbii meşə sahəsi və 850 hektar meşə fonduna daxil olmayan yaşıllıqlar mövcuddur. Meşələr birinci qrup meşələr olmaqla dağlıq və dağətəyi ərazilərdə yerləşir. Zəngin bitki örtüyünə malikdir. Meşə örtüyünün əsasını qırmızı kitaba daxil edilmiş ağac və kol cinsləri təşkil edir. Qəhrəmanımın şəxsi həyatında maraqlı nüanslar var. Mən onun şəxsi həyatı ilə maraqlananda qəribə bir qənaətə gəldim. Bəlkə də bu qeyri-adi səslənəcək. Amma mən bunu deyəcəm. İnsan taleyində baş verən hər bir xırda olay belə təsadüfi deyil. Mir Abbasın elmi işi bugün də Zoologiya İnstitutunun arxivindədir. Adı belədir: Nadir quşların artırılması və miqrasiyası. Mən bu mövzunun adını eşidəndə qəhrəmanımın 17 dəfə evliliyini və həyatının müxtəlif zamanlarında müxtəlif ölkələrə elədiyi səyahətləri, belə desək, miqrasiyaları xatırlayıb, qəhrəmanımın həyatı ilə götürdüyü elmi işin mövzusu arasında qəribə bir oxşarlıq, bir qeyri-adilik aşkarladım. Qeyri-ixtiyari olaraq dodaqlarım qaçdı. Ümumi neçə dənə evliliyin oldu? Vallahi utanmam deməyə. Utanmam deməyə. 17 dəfə evlənmişim. Hərəsindən bir dənə uşağım var. Məsələn, Volqaqrad şəhərində bir dənə oğlum Volqaqradda var, bir dənə Volskidə var, bir dənə Leningradda qızım var. Ukraynada 3 dənə uşağım var. İkisi qızdı, biri oğlandı, Poltava şəhərində. Bunların anası xəstə idi, radiasiya idi. Uçotda qalıb Ukraynada, Kiyevdə uçotdadır. Ona görə bizim yerdə yaşaya bilmədi. Gün çoxdur bizdə. İstiliyə görə həmin şəhərdə yaşayır, Poltava şəhərində yaşayır. Abbas, ailə nədir səncə? Ailə çox insanda. Ailə bu həyatdır, bu sevgidir, bu məhəbbətdir. Ailədən yaxşı nə ola bilər? Bayaq deyirsən sevgi yox. Yox. Örgəşmirsən ona sevgi var. Və gəlirsən, görürsən səni kimsə gözləyir. Kimsə səni gözləyir. Bu gözləmə özü böyük bir şeydir. Adama zövq verir ki, səni bir adam gözləyir. Bütün bunların sonucu olaraq mənim qəhrəmanım haqqında fikirlərim belə formalaşdı. Onun quşlara, təbiətə olan sevgisi onun həyat tərzinə də təsir edir. İnsanlara mehriban və qayğıkeş münasibətində də bu hiss olunur. O həyata, dünyaya bizdən çox-çox fərqli gözlə baxır.
Onun özünə məxsus bir həyat fəlsəfəsi var. Onu anlamaq üçün onun yaşadığı həyatı yaşamaq lazımdır. Çox güman ki, mən qəhrəmanımla yenidən görüşəcəm. İnanıram ki, o necə varsa eləcə də qalacaq. Yəni adilər içərisində seçilən qeyri-adi kimi. Mən indi özümdən soruşuram. Bu insana sərf etdiyim vaxt mənə nə verdi? Cavabım bir mənalıdır. Çox şey. Bundan sonra ətrafıma, mənə əhatə edən mühitə, adi gözlə deyil, qeyri-adi gözlə. Yəni qəhrəmanımın gözü ilə baxacağım. Mənə elə gəlir ki, siz də buna çalışsanız yaxşı olar. Bu yer kürəsi hər birimizin evidir. Ağaçlar, bitkilər, quşlar, heyvanlar, balıqlar, təbiət, hər birimizin olduğu kimi, hər birimiz də onu qorumağa borcluyuq. Bunu bəlkə də hər birimiz bilirik, amma heç nə eləmirik. Bilirsiniz, Abbasın ilk quşu bülbül olub. Mən də bu filmi bitirəndən sonra iş otağıma bülbül alıb ona qulluq eləməyi və bir neçə ağac əkməyə qərar almışam. Abbasın qeyri-adiliyi insanı adi işlərə ruhlandırır. Bu qədər. Bilirsiniz, var. Ədalətsiz heç bir şey ola bilməz. Əsli insan olmalıdır diqqətli, sakit, çox özündən böyük adamlarla görüşmək, bilmədiyi sözləri onlardan eşitmək, bilmədiyi sözləri onlardan xəbər almaq. Demək olar ki, sevgi yoxdur. Prosta insanlar bir-birinə yaxınlaşır, xəsiyyətini öyrənir. Ondan sonra öyrəşir, görürsən o olmayanda darıxır. O pis şeydir, çox pis şeydir. Nə elədin, düz eləməsin, düzün boyunu al. Onu bağışlamaq olar. Amma bilə-bilə yalan danışsın, o çox pis şeydir. İndiyə qədər mən heç kəsi incitməmişim. Amma bir dənə dostum olub, məndən balıq istəyib. Mən balığı ona çatdıra bilməmişəm, o ölüb, rəhmətə gedib. 30 il bundan qabaq olub bu. Görürsən, nastroyenim olmayanda belə bir adamda olur da, o yadıma düşür. Bilirsiniz, insan ömrünün axırında, ruh bədəndən çıxanda, bir 10 dəqiqə, yarım saat qalmış, onun ürəyindən biri görsən qarpuz istəyir, biri üzüm istəyir. O üzümü yiyəndən sonra 5 dəqiqədən sonra görsən ölür. Ya o qarpuzu yiyəndən sonra çox insanlar belədir. Mən istəyirəm ki, bizim ölkədə müharibə olmasın. Aclıq olsun, dözərik. Amma müharibə olmasın. Müharibə çox pis şeydir. Bizim gələcək nəslimiz görməsin müharibə.